olmalıdır. Sketchdə biz 3D'nin başlanğıcı 2D. Yəni siz hər hansı bir qapalı kontur çəkməlisiniz. Və burada bu eyni qaydada bu sketchdə məsələn hər hansı bir ilk başlanğıc üçün deyim, front müstəvidə bir düz bucaqlı çəkmək istəsəm, burada indi mən sizə bir izah edeyim. Burada bax görürsünüz, bu qapalı kontur olub sənədlərində boşluq olmayan bir nöqtələrdə, yəni görürsünüz bu ərazidir, yəni qapalı kontur və bu içi mavi rəngli olur. Yəni bu deməkdir ki, bu sketch 3D üçün hazır sketchdir. Amma məsələn mən tutalım buradan bir dənə xətt silsəm, yəni bununla rastlaşa bilərsiniz. Bax belə bir açıq sketch 3D üçün yararsız. Yəni mütləq şəkildə siz qurmaq istədiyiniz modelin ilkin başlanğıcı qapalı konturlarla təmin eləməlisiniz. Və birinci şərt olaraq modelə baxırsınız necə? İndi mən sizə onsuz da gələn dərs modellər gətirəcəm, tapşırıq olaraq da atacam burada. Deməli, modelə baxırsınız necə? Yəni birinci mən baxanda hansı müstəvidən daha çox ölçü çəkə bilərəm. Və burada toollar çoxdur. Yəni məsələn, kəsib axırda birləşdirə bilərsiniz. Boss extrude cut və yaxud da delete surface. Yəni bu kimi komandalar burada çoxdur. Amma məsələ nədir? Dediyim kimi, ən sürətli, praktik sketchi də bir dənə edeyim. Keçən dəfə mən sizinlə söhbət edəndə demişdim. Bu sol tərəfi görürsünüz də yəqin. Bu top, front, nə bilim bu sketch originin alt hissəsi. Yəni siz model qurarkən çalışırsınız ki, burada çoxlu tool olmasın. Çoxlu tooldan istifadə edərək model qurmağa çalışmayın. Niyə? Çünki sizin kompüterlərin, yəni Azərbaycanda ümumiyyətlə belə bir şey deyim, SolidWorks-u dəstəkləyən lisenziyalı driver yoxdur. Driver deməyək, hard disk yoxdur. Hard disk və yaxud da ki, qrafik kart. Hard disk lazım deyil, qrafik kart. Qrafik kart, məsələn, RTX-ilə olanlar, yəni işimizi qismən görür. Amma bu lisenziyalı deyil. Yəni, lisenziyalı dəstəklənir. Sadəcə gaming notebook olduğu üçün sürətlidir, ona görə bizim işimizi görür. Yəni, mənim demək istədiyim odur ki, siz buradakı bu toolların sayını çoxaltdıqca, sətirlərin sayını çoxaltdıqca, sizin kompüterin arxa sistemində gedən proseslər yorucu olur. Kompüter yorulur, dona bilər. Məsələn, bir xeyli hissə çəkirsiniz, save eləmirsiniz, amma yadınızdan çıxıb save eləmirsiniz. Məsələn, odur ki, aynı momentdə kompüterdə error işarəsi gələcək, solid bağladınız, sizin çəkdiklərinizin hamısı silinir. Yəni, mənim demək istədiyim, təklif edədiyim, məsləhət gördüyüm odur ki, birinci çalışırsınız, birinci sketchdə, başlanğıc sketchdə nə qədər çox hissəni çəkə bilirsinizsə, həmin sketchi, yəni, belə deyim də, birinci oradan başlayırsınız. Birinci o konfigurasiyanı qurursunuz. Məsələn, ola bilər rezba olsun. Rezbanı ümumiyyətlə, bəri başdan deyim, rezbanı qurmağa çalışmayın. Rezba soliddə get hesablama aparan bir şeydir. Mən sizə göstərə bilərəm, amma burada ümumiyyətlə ehtiyac yoxdur. Heç bir konstruktorda onu burada çəkib vaxtını aparmır. Yəni, konstruktor olsun, texnolog olsun, yəni heç bir mühəndis onu burada çəkməyə çalışmır. Yəni, maraq üçün mən sizə bir dənə spiral çəkərəm, orada kəsik verərəm. Və rezbanı necə göstərirsiniz? Rezbanı göstərmə çertözdə göstərirsiniz. Hə, 3D-də. Hə, 3D-də ehtiyac yoxdur, çünki nəyə görə? Simulyasiyada da, zaten rezbanın bağlı olduğu, belə deyək də, boltdur, qaykadır. Yığımda mən addition eləyəcəm, burada göstərəcəm sizə. Hazır rezbalar var, hazır detallar var. Yəni, ISO-nun özünün belə deyim də, yəni solidə satdığı deyil. Bu hissəsi aydındır, yəqin sualı olan yoxdur, mən belə başa düşürəm. Yəni, birinci növbədə qapalı kontur mütləq şəkildə olmalıdır. Sonra burada indi bizə Solidin təklif elədiyi, belə deyim də, sketch. Görürsünüz, hal-hazırda heç bir şey yoxdur. Yəni, bu featuresin içində bir dənə də aktiv komanda yoxdur. Nəyə görə yoxdur? Çünki nə
boss extrude üçün, nə extrude cut üçün. Yəni bizim əlimizdə hal-hazırda heç bir skeç yoxdur, düzdür? Yəni görürsünüz boş sahədir. Amma biz bura hər hansı bir qapalı 2 dənə kontur çəksək, məsələn, bir belə bir şey çəksək, bir də belə bir şey çəksək. Tamam, belə bir çəkdik, bunu trimlədik, biraz mürəkkəb konfigurasiya kimi, power trim elədik. Məsələn, gördünüz, bura qaraldı. İndi məsələn, mən bu featuresin içərisinə daxil olanda, bu mən eləyə biləcəyim şeylər. Yəni, deyirsiniz, ya silib pos eləyə bilərsiniz. Amma mənim silib pos eləməyin üçün də bir mərkəz xəttinə ehtiyacım var, o da yox. Bir revolve eləyə bilərsiniz. Hər hansı bir mərkəz xətti çəkib revolve eləyə bilərsiniz. Bir də pos extrude. Buranın, belə deyim də, featuresin ən birinci komandası pos extrude. Pos extrude komandası da, yəni burada əsas biz sketch plane-dən başlamışıq. Görürsünüz, mən hal-hazırda sketch plane-dən başlamışıq. Yəni mən nə surface-də deyiləm, nə vertex-də deyiləm, nə də offset-də deyiləm. Ona görə mən birinci başlayıram sketch plane-imi dəqiq əmlə, oradan başlamışam. Direction, yəni əsas sizin işləyəcəyiniz yer sketch plane-dir, yəni bunu yadınızda saxlayın. Burada directionlar var. Direction nədir? Deyir ki, blind. Blind əslində Azərbaycan dilində kör kimi tələffüz olunur. Yəni bunu deyir ki, sən bir istiqamət seç və belə deyim, qiymət ver. Məsələn, mən burada hal-hazırda default olaraq bu ondan işləyir. Məsələn, mən burada girib 15 yazsam, görürsünüz, problemi. Yəni, adi bir vəziyyətdə problem yaranır. Yəni, o kompüterlərdə də bu problemi yaranma ehtimalı böyük. Yəni, bu hissəni. Gələn dərsdə bu hissəni izah edəcəm tapşırıqla bərabər. Buna aid tapşırıq verəcəm mən sizə. İşləmək istəyən işləyək, yəni problem yox. İşləyə bilməyəndə burada mən kömək eləyəcəm. Yəni, dediyimiz kimi bu mütləq şəkildə bir qapalı kontur çəkək, sonra orada qaldığımız söhbətlərə davam edir. Yəni bu hər hansı bir qapalı kontura istədiyimiz bir konfigurasiyanı verə bilirik. Boss extrude'dan söhbət edirik. Boss extrude'da bax gördünüz, blind'dir, belə deyim. Burada default olaraq 10 mm göstərir, bunu dəyişə bilirsiniz. Məsələn, 60 elədim. Məsələn, gördünüz, dəyişdi. Burada direction'ın yanında ox var, revise direction, yəni istiqaməti dəyişir. Ya arxaya, yanına, bəli. Sonra bunun alt hissəsində add to vertex var, add to surface var, offset from surface var, add to body var, bir də mid plane var. Burada sizin ən çox istifadə edəcəyiniz komandaları deyirəm, yadınızda saxlayın. Birincisi blind'dir. Blind həmişə istifadə edəcəyiniz bir komandadır. Add to vertex-də hər hansı bir nöqtəyə qədər. Məsələn, indi məndə nöqtə yoxdur. İndi gələcəkdə mürəkkəb bir konfigurasiya quranda mən sizə bunların hamısını geniş şəkildə izah edəcəm. Add to surface-də, surface harada var? Məsələn, indi surface-ilə mən sizə növbəti dərslərimizdə yüngülvari izahatlar verəcəm. Surface olan bir sahəyə qədər bu boss extrude elə. Offset from surface. Məsələn, bir surface olacaq. Tutalım ki, belə bir əyani şəkildə mənim bu surface-imdir. Mən bu səhvdən bir 10 mm məsafədə qalmağını istəyirəm. Yəni, orada məsafə yazacam, offset dəyəri yazacam. Artıq. Sonra add to body də 2 dənə body, indi onu mən body ilə sizə göstərərəm nə demək istədiyimi. Mid plane-dəki belə deyim. Və gördünüz, bunu çox istifadə edəcəksiniz. Mənim tapşırıqlarımda da əksərən bu şeyə diqqət edin. Mərkəzə nəzərən olacaq. Yəni, belə deyim də, nəyə görə bu vacibdir? Çünki siz onsuz da belə deyim də, bazalaşdıranda detalı, yəni ya ortadan olmalıdır, ya kənarlardan olmalıdır, ya çevrənin mərkəzindən. Biz bununla bağlı bir söhbət eləmişdik. Və burada çalışırsınız ki, ortada qalsın. Niyə? Sabah siz bunun ölçüsünü, qalınlığını deyək, dəyişdirəndə, məsələn, bir tərəfdən olsa, yığımda görəcəksiniz ki, bir tərəfdən dəyişdir, ölçü necə olur? Bir tərəfdən kiçildi, arada boşluq yarandı. Mate əlaqələr deyək də, relation'dan. Yığımda mate deyirlər ona, relation 2 deyirlər. Yəni, o əlaqələri təzdən bir də silib, yenidən əlaqələr verməmək üçün onu həmişə çalışan mid plane deyir. Yəni, mən bunu sizə mənasını yığım
eləyəndə göstərəcəm nə demək istədim. Sadəcə indi bu hələ ki bizə lazım olan bu üçün mid-plane'dir, polardır. Bunların mənasını bilin. Bax burada məsələn nə var? Draft var. Draft nə deməkdir? Yəni bilmirəm, istifadə edirsiniz. Dərəcə demək. Yəni mən buna dərəcə verirəm. Tutalım ki 15 dərəcə buzaq altında olsun. Gördünüz bu belə bir konfigurasiya yaranır. Bunu ən çox istifadə edir qəlibçilər. Ən çox qəlibdə lazım olur. Qəlibdə 1-3 dərəcə buzaq altında çıxış bucağı verirlər ki, məsələn qəlibə dolum olandan sonra bu detal oradan çıxmalıdır. Düz bir şeyi məsələn çıxartmaq istəsəz, düz qəlibin içindən məsələn stəkanın falan görmüş olarsınız da bunları görürsünüz dərəcə altındadır. Nəyə görə? Çünki o rahat sürüşüb çıxsın. Əgər düz olsa, məsələn orada yüngülvari bir mayenin belə deyim, qurumamağı, siz onu çəkəndə detalı qoparla bilər. Detalın üstündə qüsurlar yaratır bilər. Bu da arzu olunmaz bir haldır. Sonra burada içə doğru var. Bir də bunun sonra alt var. Alt board var. Görürsünüz, burada əslində bu fərq hiss olmayacaq. Burada hiss olunur. Burada da necədir? Yəni biri var, hər iki tərəfi büksün içəri doğru. Bir də var, həmin onu bizim istədiyimiz şeyi əslində bunu belə eləsək daha aydın olur. Planetdə. Və məsələn görürsünüz, bu bir çörədir, düzdürmü? Məsələn, bu olsa içər. Yəni, burada hiss olunur mu? Bir saniyə, 15 dərəcə. Bax, görürsünüz, bunun fərqi odur. Bizim başlanğıc nöqtəmizə nəzərən içəri və çölə dərəcə vermək. Direction 2, bax, görürsünüz, bunun arxa tərəfi var axı. Mənə bu fikir verirsiniz, bunun arxa tərəfi də var da. Blind-la eləyəndə, yəni bir tərəflidir. Amma Direction 2-ni açanda artıq onun arxa tərəfinlə də bağlı bir menü çıxır. Burada dərəcə vermək istəməsəm, tutalım ki, bu 0 dərəcə və tutalım ki, bir 20 mm, 50 yazaq daha ayrı. Görürsünüz, düz bir şəkildə bunun arxasında da bir model qura bilirik. Yəni, modeli bu cürdə işləyə bilər. Burada da eyni qaydadadır, burada da draft versək, burada hiss olmayacaq. Çünki 15 versək hiss olmaz. Alt drive verir, görürsünüz bu formada. Başlanğıc yerinə nəzərən açılış verir. Yəni, yadınızda saxlayın ki, bu hansı sketch hansı müstəvidədirsə, ona nəzərən ya içəri, ya çölə. Sonra burada qalınlıq verə bilirsiniz. Baxın, bunları mən hamısını 0 eləyim. Məsələn, bunu da 0 eləyim, burada 0 eləyim. Bax, bu nə komandasıdır? Bu shell deyirlər, Soliddə shell komandası var, bu həcmi boşaltmaq. Belə deyim də, nazik listləri falan düzəltmək üçün, vərəq formasına salmaq üçün, 1 milli, 2 milli, belə bir şeylər eləmək üçün də, yəni, məsələn, kubik şəkilli bir şey düzəltmək üçün bu komandanı veriblər. Və burada bir dənə one direction var, mid plane var, two direction var, bu da eyni qaydadadır, bunu da rahat bir komandadır, yəni sağa sola, yəni bir müstəviyə həm ön tərəfə, həm arxa tərəfə eləmək üçündür. Burada cap-end var. Cap-end eləyəndə bunun alt hissəsini bağlamalıdır. Bunun da qalınlığını tutalım 5 verirsəz, bağlanmalıdır. Görürsünüz. Yəni, siz nə fikirləşirsiniz? Burada nə baş verir? Qalındır da altı olmalı. Nə mənada nə baş verir? Yəni, mən orada cap-end elədim. Dedim ki, üstünə altını bağladım. Amma bunu görsə... İçi boşdur da mı? Boşluq var içində, sizcədə var sadəcə bağlansın. O ayrıca komandası da var da şey oluyor. İçin doldurmaq üçün ayrıca bir yəni onu demək istəyirəm ki, görüm fikrim aydın oldu yoxsa. Kənarları seçdiniz deyə onlar yalnız doldurulur da. Mən orada cap-end elədim. Burada, baxın. Burada cap-end var. Fikir verirsiniz, burada şerin qalınlığıdır. Nə qədər dəl qalınlıqda olmalı. Divarının qalınlığı. Divarın qalınlığı. Burada da ki, cap-endlərin, yəni 5 milli yuxarı, 5 milli aşağı. Burada da ki, baxın bu select kontur eləyəndə, mən sizə bunun əyani şəkildə göstərim, ondan çox işləyəcəksiniz. Delete eləyək, bir dənə qapalı konturu çəkək. Bu kontura gəldik. Deməli, burada kəsişən bir çevrə çəkək.
Məsələn, belə bir şey çəkdiniz, kəsişdir bunlar, features, prosector. Burada select kontrol edəndə bu ayrı-ayrı seçə bilirsiniz, fikir verirsiniz. Başa düşdünüz nə demək istəyirəm? Bu select kontrol onun üçün. Yəni mən buranı seçsəm, təkcə bura prosector verə bilir. Bir üstünə qoyanda da nəticə seçirək, yoxsa Necə? üstünə məsələn portfolyo Renklendi də sanki, hə? Yoxsa mən elə gördüm. rəngləri dəyişir. Renklər bir göstərdi ki, o hissəni işlənəcək də, işarəli renklər. Sarı rəng, yəni bizim nəticədə alacağımız hissə. Yox, sarını demirik. Biz ki, Nədir? artıq oranı ki, qaldırmaq üçün qeyd elədiniz bir belə o yarım ovalda. O renkləndi. Artıq Hə, demək ki, o hissəni rənglənir də, yəni, hə, işlənəcək də. məsələn. Məsələn, buranı seçsəm, bura rənglənir. Buranı seçsəm, bura rənglənir. Yəni, məsələ olur. Yəni, buna qədər kimisə sualı varsa, təzədən izah edin. Ona işləm yox. Hə? Heç kim sual verməsin. Həqiqilədir, istəyirəm. Hə, burada deməli, bir dənə də revolve izah edirəm, sonra inşallah davamlı gələn dərsə edəcəyik. Burada deməli nə var? Revolve nədir? Bir torna detalları, nə bilim, silindrik detallar, silindrik konfigurasiyaları eləmək üçün istifadə olunur. Məsələn, belə bir, nə bilim, yüngülvari bir kontur çəkək. Sizi görmürəm, ölçüləndirmə eləmirəm, amma siz təbii ki, bunların hamısını ölçü ilə eləməlisiniz. Burada da belə bir şey. Məsələn, gördünüz bu qaraldı. Neynədim? Center xətti, hansı ki o ətrafında döndərəcəm. Həmin xətti çəkirəm, qapalı kontur çəkirəm, sonra gəlirəm bura. Burada nə? Revolve komandası aktivdir, aktiv. Artıq özü hər şeyi seçdi, verildiğinde kontura uyğun mərkəzi də seçdi, line 1 məsələn seçib, konturu seçib, burada blind var, mid plane var, bunlar da eyni şeylər. Siz niyə mərkəz xəttinin üstündən çəkmədiniz? Hansı mərkəz xətti? Ya orijinal. Altdakına niyə bitişik şəkildə? Onun şəkildə siz Üçdə mərkəz modelə uyğun olar. Mən belə istədim ki, tutalım, daxili deşikdir, 15 deşik var. Hə, yəni belə bir variant ola bilər. Siz deyən variant da ola bilər. Yəni bitişik olsa, içi dolu olar. Aydındır. Yaxşı, gəlin bu siriti də, bunu da izah edeyim. Sonra gedək. Olar elə. Yəni belə getmək istəyirsiniz, sizə bir gedək. Yaxşı, bir dənə də onu izah edeyim gedək. 2 dəqiqə qalmış şey. Məsələn, burada da bu nədir? Burada bax o front top right ilə işləməli düzgün bacarmalısın. Məsələn, bir dənə xətt çəkdim, line. Götürdüm, belə bir xətt çəkdim. Düzdür. Buna baxıram belə. Məsələn, bu hansı müstəvisidir? Right müstəvisinə də bir dənə girdim, belə bir buna yandan baxaq. Niyə baxaq? Hə. Bu formada baxdıq. Düzdür. Bura bir dənə çevrə çəkdim. Gördünüz, burada məsələ nə idi? Bir skeci bağladım, digərinə keçdim. Bunun ikisi də eyni skeci ola bilir məsələn. Mütləq şəkildə bunu yadınızda saxlayın. Keçirəm bura, bu skeci də bağlayıram, ikisini də bağlarım. Yəni görürsünüz, bunların ikisi də tüm bozdur, nə rəngdir bu? Mən görürəm. Hə, bozdur. Günə də yormuşam. Hə, burada da nədir? Birinci profil var, burada baxırsınız profil, ikinci də yol. Gəldiniz, seçdiniz bunu, sonra deyir yol seç. Seçdiniz, güzel. Yəni bu 3 komandanı... İçi boş oldu. Yox, dolu. Doludur. Hə. Bu, həmin o profil var idi, çəkdim profil. Baxın. Bu, bunu silək, sizə aydın. Belə deyək. Bax, görürsünüz, bu nədir bu? Konturdur da, qapalı kontur. Bu qapalı konturu hansısa bir kontur boyunca çox uzatmaq istəyirəm. Bunu nə bilim, başqa komandalarla... Hə, məsələn, indi onun
tapşırıqda form verəcəm sizə. O formu eləyəndə görəcəksiniz ki, bu nəyə görə lazımdır. Yəni bu boruları falan çəkmək də lazımdır. Yəni burada əsas nədir? Kontur, profil, bir də yol. Seçdiniz, təsdiq elədirsiniz. Hə, siz deyən kimi içi boş bir şey eləmək istəsək, onu da sizə göstərim. Yəni mən sizə izah edeyim. Məsələn, belə bir şey çəkdiniz. Mütləq nədir Hə, boşluq tamam, qalır, onu boru qoymalısınız. olsun. Sizin. Sadəcə kənarı seçəcək. Qalınmış əvəzədə verilir. Hə, siz istəsəz əvvəlcədən gördünüz, bu da boru. Yəni bugünkü dərsimiz bu qədər. Bugün mən sizdən razı qaldım. Hamı çalışır.